Bismillahirrahmanirrahim. Mələklər sınaq qarşısında. Allahın lütf və mərhəməti sayəsində insan, yaradılışdakı həqiqətləri dərk etmək üçün fövqəladə bir potensiala malik olduğuna görə, Allah Taala bu potensialı reallaşdıraraq ona yaradılışın sirlərini öyrətdi. Sonra Adəmə adlar elmini, yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini tam şəkildə öyrətdi. Təfsirçilər adlar elmi haqqında müxtəlif fikirlər bildirsələr də, bunu tam əminliklə söyləyə bilərik ki, bu heç də mənası olmayan sözlər olmamışdır. Əks təqdirdə bu iş Adəm əleyhissalam üçün iftixar sayılmazdı. Deməli, Adəm əleyhissalama mənası olan sözlər, varlıqların adları öyrədilmişdir. Təbii ki, yaradılışın sirləri, varlıqların adlarını bilmək onun üçün böyük iftixar olmuşdur. Bu ayənin təfsiri haqqında İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə deyilir. Yerlər, dağlar, dərələr, çayların kənarı, bir sözlə, bütün varlıqların adları nəzərdə tutulmuşdur. Sonra İmam əleyhissalam üzərində əyləşdiyi xalıya baxıb əlavə etdi. Hətta bu xalı da Allahın Adəmə öyrətdiyi adlar elminə daxil olmuşdur. Biharul Ənvar, cild 11, səhifə 147. Buna əsasən deyə bilərik ki, adlar elmi leksikoqrafiyaya bənzər bir şey olmamış, varlıqların adları ilə yanaşı, eyni zamanda onların fəlsəfə, xüsusiyyət, keyfiyyət və sirlərini də əhatə etmişdir. Allah Taala bu elmi Adəm əleyhissalama öyrətdi ki, təkamül yolunda bu dünyanın maddi-mənəvi nemətlərindən istifadə edə bilsin. Allah ona ad qoyma bacarığını da verdi ki, əşyaları adlandıra bilsin və ehtiyac duyulduğu zaman bu və digər əşyanın adını çəkməklə, lazım gəldikdə isə ona işarə etməklə istədiyi kimi faydalana bilsin. Bunun özü də böyük bir nemətdir. Bunun əhəmiyyəti özünü elmi məsələlərdə daha qabarıq şəkildə büruzə verir. Belə ki, bugün bəşəriyyətin bütün elmi nailiyyətləri yazıb oxumağın nəticəsində əldə edilmişdir. Keçmiş nəsillərin elmi mirası kitablarda toplanılmışdır. Əgər əşyalara ad qoyulmasaydı, keçmiş nəsillərdən bugünə heç bir elmi məlumat gəlib bizə çatmazdı. Ayənin sonunda Allah Taala belə buyurmuşdur. Sonra onları mələklərə göstərərək, əgər doğru deyirsinizsə, bunların adlarını mənə bildirin dedi. Lakin mələklərin belə bir məlumatı olmadığı üçün, onlar bu sınaq qarşısında aciz qalıb dedilər. Onlar, sən paksan, biz sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, sən bilən və hikmət sahibisən dedilər. Bu cavabla mələklər etiraf edirlər ki, bizim verdiyimiz sual bilməməzlik yüzündən olmuşdur. Biz insanın onu bizdən üstün edən bu bacarığından xəbərsiz idik. Həqiqətən də, o sənin canişinin olmağa daha layiqdir. O olmadan yeryüzü kamil olmaz. Mələklərin bu etirafından sonra növbə Adəm əleyhissalama yetişir. O, mələklərin qarşısında varlıqların ad və sirlərini açıqlamalı idi və bu işin öhdəsindən layiqincə gəldi. Sonra, ey Adəm, bunların adlarını, sirlərini onlara bildir dedi. Adəm onlara, mələklərə, bunların adlarını xəbər verdikdə, Allah, mən sizə göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi, buyurdu. Mələklər yeni xəlq edilmiş insanın geniş məlumatı qarşısında baş əyib, onun Allahın yeryüzündəki xəlifəsi olmağa layiq olduğunu anladılar. Sizin gizlində etdiklərinizi ifadəsindən məlum olur ki, mələklər dildə dediklərindən başqa, ürəklərində də nəsə gizlədiblərmiş. Bəzi təfsirçilər bunu, o vaxt hələ mələklərin cərgəsində olan iblisə aid edərək bildirmişlər ki, o, Adəm əleyhissalama heç vaxt təzim etməmək niyyətində olmuşdur. Belə bir ehtimal da var ki, bu ifadə mələklərin həqiqətən də özlərini Allahın canişini olmağa hamıdan layiq olduğunu düşünmələrinə işarə edir. Onlar buna ötəri şəkildə işarə etsələr də, açıq şəkildə dilə gətirməmişdilər. İki suala cavab. Burada iki sual yaranır. Biri odur ki, Allah Taala bu elmi Adəm əleyhissalama necə öyrətdi? İkincisi də odur ki, Allah həmin elmi mələklərə də öyrətsəydi, onlar da Adəm əleyhissalamın malik olduğu üstünlüyə yiyələnərdilər. Belə olan halda bunun nəyi üstünlük sayılır? Bu suallara cavab vermək üçün ilk olaraq onu qeyd etməliyik ki, Allahın bu elmi Adəm əleyhissalama öyrətməsi genetik xarakter daşımışdır. Başqa sözlə desək, Allah həmin elmi Adəm əleyhissalamın fitrətində yaratmışdı. Sadəcə olaraq qısa müddət ərzində onu üzə çıxartdı. Quranda öyrətmək feilinin təkvini öyrətmək mənasında nəzərdə tutulduğuna başqa ayələrdə də rast gəlirik. Məsələn, Rəhman surəsinin 4-cü ayəsində deyilir, Allah ona, insana danışmaq öyrətdi. Təbii ki, Allah Taala'nın insana danışmaq öyrətməsi fitri bir məsələdir. Yəni, Allah insana fitri olaraq belə bir potensial verib ki, vaxtı gəlib çatdıqda danışa bilsin. İkinci suala cavab olaraq isə qeyd edək ki, mələklərin yaradılışı onlara bu elmləri tam olaraq mənimsəmək imkanı vermirdi.
Onlar bu işdən ötürü deyil, başqa məqsəd üçün yaradılmışdılar. Buna görə də məlum sınaqla qarşılaşdıqdan sonra həqiqət onlara məlum olur. Bəlkə də özləri əvvəlcə elə düşünürdülər ki, bu iş üçün də potensialları var. Lakin Allah Taala onları sınağa çəkməklə, onların potensialı ilə Adəm əleyhissalamın potensialı arasındakı fərqi onlara göstərdi. Nəhayət dilçilik qaydalarına əsaslanaraq belə bir sual meydana gəlir ki, əgər varlıqların adları elmi dedikdə, yaradılışın sirləri və bütün varlıqların xüsusiyyətləri nəzərdə tutulmuşdursa, bəs nəyə görə kişi cinsinin cəminə uyğun hum bitişən əvəzliyindən və həvlə işarə əvəzliyindən istifadə edilmişdir? Buna cavab olaraq bildirək ki, hum bitişən əvəzliyi heç də həmişə kişi cinsinin cəmi üçün işlədilmir. Bəzi vaxtlar hətta qeyri-insan anlayışı bildirən məfhumlar haqqında da bu bitişən əvəzlikdən istifadə edilir. Məsələn, Yusif Peyğəmbər, ulduzlar, günəş və ay haqqında danışdıqda onlara məhz bu işarə əvəzliyi ilə işarə etmişdir. Xatırla, bir zaman Yusif atasına dedi, Atacan, mən yuxuda 11 ulduz, günəş və ayın mənə səcdə etdiyini gördüm. Yusuf surəsi 3-cü ayə. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.